Hər il minlərlə gənc xaricdə təhsil almaq üçün ölkədən ayrılır. Onlar illərlə oxuyurlar, diplom alırlar və böyük ümidlərlə ölkəmizə qayıdırlar. Amma bəzən həmin ümidlər ölkəmizdə özünü doğrultmur, çünki gənclərin diplomları tanınmır. Bəs bunun səbəbi nədir? İlk sualım belədir ki, diplomların tanınması prosesi niyə vacibdir? Elə rəsmi tərəf olaraq Tural bəy, sizdən bir cavab istəyərdim. İlk öncə təşəkkür edirik. Mövzu məncə mövsümü deyil, hər zaman aktualdır, amma xüsusi olaraq bu dövrdə bunun yenidən müzakirə olunması və vətəndaşlarımızın aidiyyatı üzrə maarifləndirilməsi təqdirə layiqdir. Ümumiyyətlə, qanunvericiliyə nəzər yetirmiş olsaq, xaricdə əldə olunan kvalifikasiyaların ölkə ərazisində tanınması şərtdir və bu mənada biz hazırki durumda statistik olaraq rəqəmlərə baxmış olsaq, ölkə ərazisində tanınmayan kvalifikasiyalara münasibətdə rəqəm 15% civarıdır. Çünki biz bir çox hallarda bəzi məqamları ifadə etməyə çalışırıq ki, minlərlə gənc xaricə gedir, onlar ölkəyə geri döndükdən sonra müəyyən ümidsizlik yaşayırlar, kvalifikasiyaları tanınmır, amma heç də bu reallığı əks etdirmir. Burada yalnız 15%-dən söhbət gedir və təbii ki, 15% də kifayət qədər böyük rəqəmdir, amma biz bu 15% üzərində öz bir növ mənzərəni açmağa çalışmalıyıq ki, yəni bu 15% imtina niyə baş verir? Bunun bir çox səbəbləri var. Bunlardan biri ondan ibarətdir ki, təəssüflər olsun ki, bəzən vətəndaşlarımız yerli, mərkəzləşdirilmiş imtahanda uğur qazana bilmir və yaxud da ki, ümumiyyətlə bu imtahana girməkdən çəkinir və daha asan yolla xaricdə təhsil almaq istəyi ilə yola çıxır və bu istiqamətdə təəssüflər olsun ki, bəzən bilərəkdən, bəzən bilməyərəkdən yanlış istiqamətləndirilir və onlara bəzi vədlər verilir ki, siz yalnız bir sənəd əsasında heç bir dəyərləndirmə olmadan ali təhsil müəssisəsinə qəbul olunursunuz. Tədris müddəti ərzində hər hansı bir ciddi səy göstərmədən siz yekunda kvalifikasiya əldə edirsiniz və nəticə etibarilə hətta biraz da qabağa gedib kvalifikasiyanın tanınması vədə verirlər və səfərbərlikdən möhlət məsələsi vədə verirlər. Bu mənada ciddi biz dəyərləndirməyə baxmış olsaq, yəni ali təhsil müəssisəsi seçimi, yerli akkreditasiyası olan, dövlət tərəfindən tanınan, lisenziyası olan, reputasiyası olan və yekunda gəncimizi gələcək əmək bazarına hazırlaya bilən ali təhsil müəssisələrinə əldə olunan kvalifikasiyanın tanınmasında heç bir maneə yoxdur və biz bunu müşahidə etmirik. Hər hansı bir fakt varsa, onu da müzakirə etməyə hazırıq.